Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm xutbə verəndə insanlara dedi ki, kim əgər hansısa bir günahlardan eləyibsə, əgər açılmayıbsa, Allah açmayıbsa, açma. Kim açsa bilsə ki, nə edib, onun cəzasını verəcək. Ümumiyyətlə, yaxşı deyil günahlardan danışmaq. Əgər günah eləmisənsə, açma yenə. Məsələn, cahillərdə necədir? Cahillər fəxr eləyirlər günahlarla. Deyirlər, sən yeşiklərini içmişəm. Kişi adamdır. Kişilik yeşik içməkdir, araq içmək. Və ya zina eləmək. Zina eləmək deyir ki, fikirlər, mən dəhşət olmuşam. Amma yadından çıxardır, onun da anası var, bacısı var, qızı var və yoldaşı var. Yadından çıxır onu. Günahla fəxr eləmək olmaz. Günahlardan peşman olmaq lazımdır. Tövbə. Günahı alçaldır insanı. Nəyə ki, Allah qarşısında. Hətta insanlar qarşısında. Lakin görün, necə azır insan günahlarla fəxr edir. O gör nə gündədir o, əslən. Gör nə gündədir. Gör harada da görsənmir. Batıb bataqlıqda.